Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Yenə də maraqlı bir sualla sizlərin qarşınızdayım. Sualımıza keçid edək. Yusif pilləkanları 300 çıxıb 4-4 düşdü. Yusif çıxıb düşməyə cəmi 70 addım atmışsa, neçə pillə vardır? Bu tip məsələlər pilləkan məsələləri adlanır ki, əgər siz bu tip məsələlərin həllində çətinlik çəkirsinizsə, videoda YouTube kanalıma daxil olaraq video dərslərdən pilləkan məsələləri başlığını seçərək izləyə bilərsiniz. İndi isə məsələnin izahına keçirik. Bu tip məsələləri həll etmək üçün biz pilləkanların sayını bilmədiyimizə görə x qəbul edirik və əgər Yusif bunları 300 çıxıbsa, deməli bu rəqəm 3-ə bölünəcək, üzərinə gələcək x bölünsün 4. Yekundan Yusifin 70 addım attığını bilərək 70-ə bərabər edirik. Bundan sonra kəsirlərin məxrəcəni bərabərləşdirib 12-yə gətiririk. Alırıq 12-də 4x üstə gəlinsin 12-də 3x bərabərdir 70. Buradan alınan nəticə ondan ibarətdir ki, 12-də 7x bərabərdir 70. Deməli 7x-i 12 ilə bölüb 70 almışıqsa, bu o deməkdir ki, 7x 70 vur 12-yə bərabərdir. Artıq x-i tapmaq da bizə rahatdır ki, 70 vur 12 bölünsün 7. Bu da verəcək nə? Bu da verəcək 120. Deməli, Yusifin pilləkanlarının pillələrinin sayı 120 pillədən ibarətdir. Video xoşunuza gəldisə bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.